44 gün müharibədə iştirak eləmişdi. Özü də necə lazım idi. Neçə dənə medalı, Şuşa medalı, neçə dənə medalı var. Lerikdə yük maşını dərəyə aşıb sürücü ölüb. Hadisə saat 13 radələrində Lerik rayonunun Nəsudi kəndi ərazisində qeydə alınıb. Astara rayonunun Mutlayataq kənd sakini 27 yaşlı Həmzə Müseyzadə idarə etdiyi qaz 66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Ağır xəsarət alan sürücü yaxınlarının köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da həkimə qədər ölüm faktı baş verib. Mirağa Rahimov. Hadisəni necə eşitdiniz? Hadisəni biz evdə olanda bizə zəng elədilər ki, bəs maşın aşıb, maşın gedib, maşını idarə etmədən çıxıb, maşın aşıb, təzə evlənmişdi, 2 ay deyildi, özü də müharibə iştirakçısı idi. 44 gün müharibədə iştirak eləmişdi, özü də necə lazım idi. Neçə dənə medalı, Şuşa medalı, neçə dənə medalı var. 4 dənə medal sahibi. Bizi bədbəxt elədi, daha nə danışa bilərik. Bu haçan evlənmişdi bu? O fevralın 9'u idi. Fevralca 2 ay idi cəmi. Ailə qurmuşdu. Bəli. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayonlar arası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.